Uşaqlar, deməli, bugünkü dərsimiz 11-ci paragraf təmiz ətraf mühit olacaq. Hər vaxtınız xeyir. Həyat bilgisi 1-ci sinif. Biz sağlam yaşamağı seçirik. Təmizlik, sağlamlıq və mühit. Bəli, doğru cavab doğrudur. Çünki biz həqiqətən də həyatda qalmaq üçün, həyatda bir sürü vacib belə deyim, problemlərlə mübarizə aparmaq üçün sağlam olmalıyıq və sağlam qalmalıyıq. Yaşamaq üçün hansı otağı seçərdiniz? Sizcə ətraf mühit necə olmalıdır? Yaşamaq üçün hansı otağı seçərdiniz? Birinci uşaqlar, birinci otaq biraz dağınıqdır. Çünki kukla yerdə, top orada, corab o biri tərəfdə, pərdəni yanına kitabı qoyub, qarşısına digər şeylər belə qarışıq bir vəziyyət yaradıb. İkinci şəkil isə daha səliqəli və çarpayısını toplayan bir qız görürük. Təbii ki, ikincidə yaşayardım mən. Yəni, sizi bilmirəm, mən ikincidə yaşayardım. Təmiz ətraf mühit yaratmaq üçün nə edirsiniz? Təmiz ətraf mühit yaratmaq üçün birincisi dağınıq olmaq lazım deyil. Hər bir şey səliqəli olmalıdır. Hər bir əşya öz yerində olmalıdır. Yəni, biz nəyə görə gedib mağarada yaşamırıq? Çünki biz evə aidik, evdə yaşamalıyıq. Onunla yanaşı əşyanın da öz yeri olur. Yəni, əşyanın bir banka, yəqin ki, hər halda bir bankalar olan yerdə olmalıdır. Yəni, yerdə, stolun üstündə boş bir bankadan söhbət gedir. Butulka zibil qabında olmalıdır. Boş, yəni istifadə edilməyəcəklər. Yəni, yığıb bir yerə qoymağın heç bir mənası yoxdur və s. və s. Sizcə hansı şəkillərdə ətraf mühitə ziyan vurulur? İşarələyin və səbəbini izah edin. Birincisi bu şəkildə, çünki burada görürük ki, suyun dənizin içərisinə zirzibil atılıb. Bu təbii ki, dənizdə yaşayan varlıqların, canlıların həyatı bahasına gələ bilər. Çünki ölmə riskləri olur, həm də su artıq çirkləndiyi üçün dəniz suyundan insanlar da istifadə edir, bildiyimiz kimi. Çünki dənizə müxtəlif məqsədlərlə gedənlər olur, balıq tutmaq istəyənlər olur, dənizdə çimmək istəyən insanlar olur və s. və s. Təbii ki, bu da bizə ziyan olur. İkincidə yeri meşənin ortasında durub əlində bankanı sındırır. Bu da təbii ki, ətraf mühitə səpələnir. Oradan keçən insanların ayağına bata bilər və yaxud meşənin zibillənməsi baş verir və s. və s. Üçüncüdə daha az ziyan vurulur əslində. Çünki sadəcə bir budağını qırır, amma yenə də ziyan vermiş olur. Yəni, digərlərinə baxanda daha az ziyan sayılır bu. Amma yenə də olmaz bu hərəkətdə. Ola bilər ki, onun meyvəsi xoşuna gələ bilər, meyvəsini dərə bilərsən. Bir yarpaq dərə bilərsən, sadəcə analiz eləmək üçün, baxmaq üçün, təbiətin gözəlliklərinə heyran qalmaq üçün. Bəli, bunlar ola bilər, amma budağını sındırmaq artıq bir insanın qolunu, bacağını, yəni ayağını kəsmək kimi bir şeydir o da. Olmaz. Dördüncüdə daha çox yaxşı bir şey olur əslində. Çünki ətraf mühitəsinə ziyan vermək sayılmır. Bu çünki çiçək dərmək. Dördüncünü deyirəm uşaqlar, bunu deyirəm. Burada uşaq heç bir şey eləməyib, sadəcə yəqin ki, çiçək dərib gətirib stolun üstünə qoyub. Burada çox ziyan vermək sayılmır. Çünki ab-havanı dəyişmək üçün çiçəklər lazımdır və bu da onu edib. Beşinci artıq ziyan verir, çünki çiçəkləri dərib yerə atır. Özü də yəni çox uyğun yerdən qopartmadan, yəni çox əzərək dərir və bu da ziyan vermiş sayılır. İstifadə edilmiş plastik qabları atmayın, onlardan qələmqabı düzəldin. Sizcə plastik qablardan daha nə hazırlamaq olar? Bəli, qələmqabı düzəltmək olar və çox faydalı olar bu da. Çünki biz hər bir şeydən istifadə etməliyik. Uşaqlar, bunu heç bir zaman unutmayın. Digər plastik qablardan başqa bir çox şey üzrə istifadə eləmək olar. Əslində plastik qablar, balaca plastik qablardan, məsələn, mən evdə olduqda özüm plastik də ola bilər, şüşə də ola bilər. Çox balaca, amma çox böyük olmayan, yəni 300 millilitrə qədər olan. Deməli, evdə təbii şirə hazırlayıb bir neçə şüşə qabın içərisinə və yaxud butulkanın
plastik qabın içərisinə qoyuram və zaman keçdikcə onları istifadə edirəm. Yəni içirəm lazım gəldikdə. Yəni çox fərqli şəkildə istifadə edə bilərsiniz. Siz təbiətin bir parçasısınız. Onun qorumaqla həm digər canlıları, həm də öz sağlamlığınızı qoruyursunuz. Bəli, elədir. Biz ana təbiətin bir hissəsiyik. Ona görə də hər bir zaman təbiətə qarşı ehtiyatlı davranmalıyıq. Belə uşaqlar, inşallah ki, videonu bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.